Növbəti gündən, növbəti kargo videosundan hər kəsi salamlayıram. Gözəl xanımlar, bu kargo mənim səbəbəsindən gözlədiyim kargo idi, çünki bu məhsulların heç birinə pul verməmişəm. Bəli. Bunlar mənim pulsuz əldə etdiyim məhsullardır, yəni hədiyyələrdir. İçərisində 3 ədəd məhsul var. Demək, əgər Temuda olanlar varsa, yəni Temudan istifadə edənlər varsa, bilirlər ki, Temu hər kəsə 3 ədəd məhsul ayırır və Temunun şərtləri ondan ibarətdir ki, bu məhsulları əldə etmək üçün gərək linki yönləndirəsən. Nə qədər çox insana yönləndirsən, o qədər də məhsul əldə etmə şansın yüksək olar. 15 insan dəvət etməyimi istəmişdi. Mən də bu şərtləri yerinə yetirdim və düzdür inanmırdım ki, yəni həqiqətən pulsuz gələr məhsullar, yəni qazanaram, amma gördüyünüz kimi məhsullar əlimə çatdı. Özü də çox tez gəldi. Hardasa bir 8 günə gəldi. Kargoya vermişdilər yenə xanımlar, kargo şirkətinə vermişdilər. Bundan sonra da yenə məhsullarım var, sifariş verdiyim. Onu da ki, inanırsınız, heç bizim yaxınımız olan bir kargoya verməyiblər. Yəni yaxında olan kargoya verməyiblər. Onu xalqlara veriblər. Biz özümüz binədə yaşayırıq, amma kargomu isə xalqlara veriblər. Çox çətindir. Yəni niyə belə olub? Temunun şərtləri niyə belə olub? Əvvəl gətirib evimizə verirdilər. İndi niyə belə eləyirlər? O pisdir, mənə biraz çətindir. Belə, indi istəyirəm bunları açım, hədiyyələrimi açım, sizinlə də baxaq, görək necədir, necə gəliblər, çox həyəcanlıyam. Deməli, məhsullar birlikdə sizinlə açırıq. Bu arada kargoya verməklərinin bir tərəfi yaxşıdır ki, sürətli gəlir. Çünki əvvəl məsələn 3 həftəyə, 2 həftəyə gəlirsə, kargo şirkət vasitəsilə 10 günə, uzaq 10 günə, 8 günə gəlir. O cəhətdən yaxşıdır. Amma uzaq olmaq cəhətdən gedib götürmək, yəni də pul çıxır da, marşrut pulu falan, yəni əlavə pul çıxır. Ona görə o cəhətdən pisdir. Belə indi açıq görək məhsullarımız necədir. Həyəcanlı dəqiqələr. Bu nədir? Şəkildə o qədər fərqli görünür ki, şəkildə baxdığınız kimi deyil də, yəni məhsullar fərqlidir. Bu nədir? Bu nədir Allahım? Mən bunu bu boyda təsəvvür etməmişdim. Mən çox balacadır. Uşaqların oyuncaqlarından oyuncaq qabları artıq köhnəldiyi üçün onlar oyuncaq qab istəyirdim və bunu oyuncaq qab olaraq seçmişəm. Amma ki, yəni oyuncaqların içi yarısı bura yerləşməz də, çox balacadır. Yəni belə, nə bilim, həm nazikdir, həm də çox balacadır. Heç bunu belə gözləmirdim. Nəysə, o məhsul qanını qaraltdı biraz. İndi keçərək Temudan vurduğum paltara. Çox həyəcanlıyım. Bunu səbirlə gözləyirdim. Ay. İnşallah yaxşı olar, sonralar yaxşı olur. Belə bir don. Amma bu mənə çox böyükdür. Of. Material çox qəşəng. Xanımlar, material çox qəşəngdir. Görünüşü qəşəngdir, amma çox böyükdür. XL-dan başlayırdı razmer. Mən də fikirləşdim ki, XL razmer mənə olar. Amma baxın, bunun böyüklüyünə baxın. Bu hardasa 3XL geyinən insan üçün yaxşı olar. Of, mənim hayal qırıqlıqlarım. Mən bunu heç bir təsəvvür etmirdim. Nəysə ki, pul verməmişəm. Biraz burada ürəklənə bilərəm ki, pul verməmişəm. Amma yenə də pis oldum. Seçimlərim pis olduğu üçün. Sonuncu məhsulum da belə bir termosdur. 2 litr su içməliyəm gündə və içmirəm. Düzdür, bu azdır, az su tutur. Amma yenə də su içmirəm heç. Ona görə də fikirləşdim ki, termos gətizdirim ki, baxım, həvəslərim su içim. Belə, hədiyyələrim bu qədər idi. Bir dənə bu termosu bəyəndim. Termosdan başqa bu 2 məhsulu heç bəyənmədim. Hayal qırıqlığı oldu mənim üçün. Xanımlar, deməli, çox möhtəşəm bir pizza resepti öyrənmişəm. Artıq 2 dəfədir bişirmişəm bu reseptlə. Çox dadlı alınır. Əvvəl fərqli reseptlə hazırlayırdım və o qədər də yəni xəmiri xoşuma gəlmirdi. Amma bunun xəmiri çox möhtəşəm olur, yumuşaq. Yəni əsl pizza xəmirinə oxşuyur da, yəni dadlı olur. Ona görə istədiyim bişirmişkən sizinlə də çəkim bölüşüm, paylaşım reseptini. Demək, ilk öncə qaba 2 stakan ilıq su əlavə edirik. Daha sonra üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə edirik.
və bir xörək qaşığı quru maya yazıb, amma mən belə instant mayadan istifadə edirəm. Yəni belə xəmir yeməklərində, xəmirdən hazırlanan belə bulka olsun, nə bilim pitça olsun, digər yeməklərdə də, yəni bu mayadan istifadə edirəm, instant maya. Bunu daha çox bəyənirəm. Yəni köpürməyi falan çox yaxşıdır. Ona görə də bir paçka istifadə eləyəcəm. Bir paçka instant maya. Bir çay qaşığı duz əlavə edirəm və sonda da duru yağı da əlavə edim. Demək, duru yağ əslində 6 xörək qaşığı veriblər, amma yəni deyiblər, daha doğrusu 6 xörək qaşığıdır reseptdə. Amma mən gözəyarı əlavə edəcəm. Bəsdir bu qədər. İndi bunları qarışdıracağam. Bir 5 dəqiqə qalsın. Daha sonra ununu əlavə edib xəmir yoğuracağam. Belə qarışdırırıq. Belə bir əllə çəkmək, bir əllə də iş görmək o qədər çətindir ki, səbirsizliklə tripodumun gələcəyi günü gözləyirəm ki, tripod gəlsin, rahat şəkildə çəkim öz videolarıma. Bu çırpıcını bu arada Trendyoldan sifariş vermişdim, hardasa bir il bundan öncə. Yaxşı çırpıcıdır, yəni hər şeyi bundan eləyirəm. Belə qarışdırdım xanımlar. İndi istəyirəm bir 5 dəqiqə gözləyim. Əslində gözləməyə ehtiyac yoxdur, çünki bu instant mayadır, yəni buna gözləməyə ehtiyac yoxdur. Sadəcə mən istəyirəm ki 5 dəqiqə gözləyim. Deməli, üzəri üçün 5 stakan yarım un yazılıb, amma ki yenə də tökdükcə özüm baxacağam. Yəni bəlkə də heç 5 stakandan ehtiyac yoxdur, ya 5 stakandan çox gedəcək. İndi özüm təxmini baxacağam. Yəni xəmirin yumşaqlığın, bəkliyin özümdən asılıdır, istədiyim kimi. Deməli xanımlar, belə onun yavaş-yavaş tökdüm. 5 stakan tökmüşəm indi. Yoğururam. İndi məncə bu 5 stakan az olacaq. Biraz da yəni əlavə edəcəm. Elə orada da yazmışdı 5 stakan yarım un əlavə edilir. Elə orada dediyi kimi olacaq. Yarım stakanda deyəsən tökəsi olacaq. İndi bunu yoğurum, tam dəqiq biləcəm. Sizə axırda deyəcəm ki, nə qədər un əlavə etdim. 5 stakan bəs etdimi, yoxsa əlavə olaraq yenə də tökdümmü? Yəni onlarda məlumat verəcəm sizə. Belə xanımlar, indi mən telefonu qoyum qırağa, bunu yaxşıca yoğurum. Son halını sizinlə çəkib bölüşərəm. Demək xanımlar, xəmirimizi mayalanmağa qoymuşdum. 1 saat qaldı, mayalandı. Maşallah şişmişdi. İndi üzərini biraz qaldırdım, köpük yatdı. İndi keçək pitçamızı hazır eləyək. Xəmirimizin köpünü aldım. Belə yumşaq xəmirdir, çox qəşəngdir. İndi bundan xanımlar istəyirəm 2 gündə hazırlayım. Əslində mən baxdığım reseptlərin 3 gündə alınır. Amma ki, yəni onu yaymaq biraz problemdir mənim üçün. Çünki mənim tavam çox yekədir. Və ona 2 gündə gedir. Ona görə də bunu 2 yerə böləcəm. 2 ədəd pitçamız alınacaq. Belə tavamızı sulu yağla yağlayacağam. Biraz azca sulu yağ dökək. Demək, tavanı yağladıqdan sonra azca da un əlavə edirəm tavaya. Belə olanda daha yaxşı olur, yapışmır. Belə unumuzu əlavə etdik. İndi kündəni qoyaq. İndi kündəni yavaş-yavaş açım. Bir yerlə alınmayacaq. Ona görə də yenə də telefonu yerə qoyum, kündəni açım. Daha sonra son halını sizinlə paylaşım. Deməli xanımlar, pitçalarımı belə hazırladım tavada. İndi keçək onlar üçün sos hazırlayım və üzəri üçün kalbasanı, səsiskanı doğrayım. Holland peyperində çörkadan keçirdim və üzərinə əlavə edim. Bu arada da sobanı da taxacam. Sobanı öncədən qızdırmaq lazımdır. Sobanı da taxacam. Biraz isinsin.
Hə, deməli sosu üçün nələrdən istifadə edirəm? Belə bir çay qaşığı, daha doğrusu 2 çay qaşığı tomat. Daha sonra üzərinə çox az şəkildə ketçup, biraz sarı kök, biraz duz və biraz da ilıq su əlavə edirəm. Belə indi bunların hamısını qarışdıraq. Sosumuz hazırdır, belə oldu. Yəni necə deyimsə, kıvamı belə olmalıdır. İndi keçək kolbasanı, pendiri və burada 2 ədəd sosiskam var. Onları hazırlayaq.